Herkese salam. Bugünkü videom rus dilini tam sıfırdan öğrenen, hərfləri bilməyən tələbələr üçün nəzərdə tutulub. Əgər siz də hərfləri öyrənib sözləri düzgün tələffüz etmək istəyirsinizsə, yaxın əyləşin. Video keçməmişdən öncə kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində fikir bildirməyi unutmayın ki, bir çox insan mənim videolarımdan faydalana bilsin və rus dilini tez bir zamanda öyrənsin. Bu videomda biz hərfləri düzgün tələffüz etməyi öyrənəcəyik. İndi mən sizə tələbələrin ən çox çaşdığı hərflərdən danışacağım. Deməli, bu hansı hərflərdir? Y, yo, yu, ya, i, məhk znak. Ən çox tələbələrin çaşdırdığı hərf bu hərfdir. Mənə tez-tez suallar gəlir ki, bəs bu hərf necə tələffüz olunur? Biz bunu necə tələffüz eləməliyik? Смотрите, ребята. Bu hərfin adı məhk znakdır və bu hərfin tələffüzü yoxdur. Bu hərf sadəcə olaraq önündə gələn samiti incələşdirir. Yəni incə tələffüz edirsiniz. Bax indi iki söz yazacağam. Deməli at. At kon deməkdir. İndi gəlin biz bu sözü məhk znaksız yazaq. Kon. Kon sözü yoxdur rus dilində. Kon var, amma kon sözü yoxdur. Sadəcə olaraq mən hərflərin deyilişindəki fərqi sizə göstərmək istəyirəm. Смотрите, вот kon sözündə görürsünüz n-dan sonra məhk znak gəlir. Bu da önündə gələn n samiti incələşdirir. Siz burada kon yox. Kon dediyiniz zaman siz orada n-nı qalın tələffüz etmiş olursunuz. Amma burada axı məhk znak var. Deməli siz n-nı daha incə tələffüz eləməlisiniz. Siz burada deyəcəksiniz kon daha incə. Məsəl üçün kon dediyiniz zaman siz burada qalın tələffüz edirsiniz n-nı. Amma məhk znak gəldiyi üçün n-nı daha incə tələffüz etməliyik. Və biz orada deyəcəyik kon, dver. Dver qapı deməkdir. İndi gəlin bu sözü məhk znaksız yazaq. Dver. Bax görürsünüz, məhk znak olmayanda r qalın tələffüz olunur. Dver. Amma əgər biz məhk znak artırırıqsa, məhk znak avtomatikki r-nı incələşdirir və biz orada dver deyəcəyik. Dver. Смотрите, dver и dver. Görürsünüz necə tələffüzdə fərq var? Birində r incə tələffüz olunur. Dver. Digərində isə qalın tələffüz olunur. Dver. Dver sözü yoxdur. Yəni ancaq dver sözü var. R-dan sonra mütləq məhk znak gəlməlidir və bu qapı deməkdir. Sadəcə olaraq mən tələffüzdə fərqi izah etmək üçün bunu yazıram. Əgər məsəl üçün məhk znak olmasa, biz r-nı qalın tələffüz edəcəyik. Dver deyəcəyik. Amma yox, məhk znak gəlirsə, avtomatikki biz r-nı incəldirik və deyirik orada dver. Значит, конь, но кон. Dver, но dver. İndi isə gəlin y, yo, yu, ya və i sahiblərindən danışaq. Значит, y, yo, yu, ya, i. Значит так, y, yo, yu, ya, i. Deməli, gəlin indi birinci y hərfindən başlayaq. Значит, bu hərf y səsini verir. Lakin əgər sözün əvvəlində və saitdən sonra gəldiyi zaman Например, yel. Yel şam ağacı deməkdir. Deməli, burada görürsünüz məhk znak da var. Значит, avtomatikki bu l samitini incəldir. Məsəl üçün, bir var mən deyirəm yel, yel. Bir də var deyirəm yel. Значит, kstati, onu da deyim ki, düzdür, hər sözdə yox, amma bəzi sözlər var ki, orada siz samiti qalın tələffüz etdiyiniz zaman, məhk znak ola-ola, siz əgər samiti qalın tələffüz edirsinizsə, siz orada sözün mənasını da dəyişmiş ola bilərsiniz. Məsəl üçün, yel dediyimiz zaman, l-nı incə tələffüz etdiyimiz zaman, bu şam ağacı mənasında işlənir söz. Amma yel dediyimiz zaman, l-nı qalın tələffüz elədiyimiz zaman, bu feilin keçmiş zamanına keçir. Yeyirdi mənasında işlənir. Значит, yel şam ağacıdır, amma yel deyəndə bu yeyirdi mənasında işlənir. Например, он ел суп.
10 yıl sup, o sup yeyirdi. Amma yel deyəndə bu şam ağacıdır. İndi isə gəlin Y hərfinə qayıdaq. Значит, смотрите, bax sözün əvvəlində gəldiyi üçün, hər iki sözdə də sözün əvvəlində gəldiyi üçün Y səsini verir. Yel, yel, yem, например, я ем, mən yem, так, значит, mən yeyirəm. Ya yem sup, mən sup yeyirəm. İndi isə gəlin bir söz götürək ki, həmin sözdə Y saitdən sonra gəlsin. Например, возьмем слово здание. Zdaniye bina deməkdir və bu sözdə görürsüz Y i saitindən sonra gəlir və ona görə yenə tələffüzdə Y səsini verir. Zdaniye. İndi isə keçək növbəti qaydaya. Nə vaxt Y incə Azərbaycan dilindəki E səsini verir. Y saiti çox vaxt tələffüzdə E səsini də verə bilər. Lakin qalın E yox, onu daha incə formada deyirik biz. Вот давайте возьмем слово тень. Тень bu, значит так, kölgə deməkdir. Ümumiyyətlə, mən fikir vermişəm ki, bax, imенно T hərfindən sonra Y, yo, yu saitləri gəldiyi zaman bəzi tələbələr onu çox kobud formada tələffüz edirlər. O T hərfini çox kobud formada tələffüz edirlər. Onu da qeyd edim ki, bax, Y, yo, yu, ya, i. Bunlar incə saitlərdir. İncə saitdirlər. Və həmişə önündə gələn samiti incə tələffüz olunur. Bax, məsələn üçün, əgər T samitindən sonra qalın sait gəlsə, deməli, A, O, U, E. Yəni, bunların tələffüzündə yazdım Azərbaycan dilində. Deməli, U, I, bir də E. Deməli, bunlar qalın saitdirlər. Bunlar həmişə önündə gələn samiti qalınlaşdırırlar. Yəni, samit qalın tələffüz olunur. Amma Y, yo, yu, ya, i bunlar incə saitləri. Yəni, önündə gələn samiti incələşdirirlər. Deməli, indi tutaq ki, T samitindən sonra qalın sait gəlir. Məsəl üçün, tort sözündəki kimi. Deməli, tort sözündə görürsünüz, T-dan sonra qalın O sait gəlir və biz avtomatik olaraq orada T samitini qalın tələffüz edirik. Tort. Amma ten sözündə fikir verirsiniz, T-dan sonra incə Y saiti gəlir. Deməli, biz avtomatik olaraq T-ni daha incə tələffüz etməliyik. Bəzi insanlar bu sözü bu formada tələffüz edirlər. Ten. Нет, rебята, T qalın səslənir. Siz burada onu daha incə tələffüz eləməlisiniz və deməlisiniz ten. Ten. Burada n-dan sonra da məhk znak gəldiyi üçün n-ni da incə tələffüz edirik. Ten. Значит, торт, но тень. Возьмем слово день. Вот день gün deməkdir. Dom, ev deməkdir. Bax, fikir verirsiniz, hər iki sözdə də D samitindən istifadə olunub, düzdür? Amma mən gün deyəndə, mən orada zen deyirəm. Ev mənasında işlədəndə isə dom deyirəm. Görürsünüz, tamamilə fərqli tələffüzləri var. Den, no dom. Amma bəzi insanlar var ki, bu den sözünü bu formada tələffüz edirlər. Den. Den deyirlər. Нет, rебята, D yox. D-ni incəldin. Ola bilsin ki, indi sizə biraz o çətin gəlsin də. Amma siz hər dəfə tələffüz etdikcə, hər dəfə oxuduqca, dedikcə, qulaq asdıqca onlar düzələcək. Den. No, dom. D-dan sonra incə Y saiti gəldiyi. D-ni daha incə tələffüz edirik. Den. Amma ikinci sözdə, dom sözündə D-dan sonra qalın O saiti gəldiyi üçün biz D-ni hələ olduğu kimi tələffüz edirik. Dom. Вот и все. Burada fikir verirsiniz, o den sözündə biz diyen demirik. Məsələn üçün, əslində bu hərfin öz tələffüzü Y-dir, düzdür? Amma mən sizə bunun tətbiq olunma qaydasını dedim. Sözün əvvəlində və saitdən sonra gəldiyi zaman Y səsini verir. Məsələn üçün, tam yel, yem, yel, например, здание и так далее. Amma əgər samitdən sonra gəlirsə, incə E səsini verir. Din. Görürsünüz? Orada Y demirik biz. E-ni daha incə formada tələffüz edirik. Din. Например, возьмем слово веер.
Veyer. Yerpik deməkdir. Значит, baxın buradan eyni hərfdən istifadə olunub. Amma birinci hecada V deyirik. V. Amma ikincisində uje Y səsini verir. Veyer. Çünki birincisində samitdən sonra gəlir, incə E səsini verir. V. Amma ikinci dəfə uje saitdən sonra gəlir. Yəni Y saitdir, Y elə bir ki, saitdən sonra gəlir. Ona görə Y səsini verir. Veyer. Всё, yerpik deməkdir. Deməli, Y həm öz səsini, Y səsini verə bilər, həm də incə E səsini verə bilər. Nə vaxt Y səsini verir? Əgər sözün əvvəlində gəlirsə və saitdən sonra. Nə vaxt incə E səsini verir? Əgər sadəcə olaraq samitdən sonra gəlirsə və önündə gələn samiti də incələşdirir. Yo saiti. Значит, hərfin öz tələffüsü yodur. Amma əgər sözün əvvəlində və saitdən sonra gəlirsə. Например, yolka, yeni il ağacı. Görsünüz, sözün əvvəlində gəldiyi üçün tələffüzdə yo səsini verir. Yolka. Lakin, əgər samitdən sonra gəlirsə, o zaman tələffüzdə incə Azərbaycan dilindəki Ö səsini verəcək. Ö. Əgər samitdən sonra gəlirsə. Возьмем слово ребра. Röbra nə deməkdir? Qabırğalar. Röbra. Qabırğalar. Deməli, fikir verirsiniz. Yo saiti samitdən sonra gəlir. Fikir verin, mən orada röbra demirəm. Mən orada röbra deyirəm. Elə bil ki, orada əslində Ö səslənir, amma tam da Ö yox da, yəni onu daha incə formada tələffüz edirik biz. Röbra. Və avtomatik önündə gələn R samitini də incələşdirir. Röbra. Robra yox. Röbra. Məsəl üçün, robot desəm, bax görürsünüz burada R-nı qalın tələffüz edirəm. Robot. Amma röbra sözündə R-nı daha incə tələffüz edirəm. Röbra. Röbra, no, robot. Ya saiti. Tələffüzdə nə vaxt ya səsini verir? Sözün əvvəlində və saitdən sonra gəldiyi zaman. Например, возьмем слово яма. Yama çukur deməkdir. Sözün əvvəlində gəldiyi üçün tələffüzdə ya səsini verir. Yama. Lakin əgər samitdən sonra gəlirsə, o zaman tələffüzdə incə ə səsini verəcək. Вот, например, возьмем слово мясо. Мясо yazılır. Lakin tələffüzdə o A səsini verir. Onu birazdan sizə izah edəcəm niyə. Значит, вот смотрите. Мясо. Ət deməkdir. Bax, fikir verin, mən onu necə tələffüz edirəm. Мясо. Mən orada мясо demirəm. Мясо. İncə ə səsini verir. Мясо. Ət deməkdir. Или возьмем слово няня. Няня. Bu nyanka deməkdir. Bu sözdə 2 dəfə ya saitindən istifadə olunub və hər ikisində də samitdən sonra gəlir. Mən niya deməyəcəm. Nya. İncə ə səsini verir. Ня. Все. Значит, мясо, няня, но яма, яблоко, яблоня. И последняя буква – это И.
Burada heç bir qayda yoxdur. İ həmişə hələ öz səsini, i səsini verir. Sadəcə olaraq i incə sayt olduğu üçün önündə gələn samiti incələşdirir. Вот и все. Например, возьмем слово nit. Nit ip-sap deməkdir. Deməli, burada həm məhk znak var, həm də i saytı var. I avtomatik olaraq önündə gələn n samitini incələşdirəcək və biz n-nı incə tələffüz edəcək. Ni. Və burada məhk znak olduğu üçün məhk znak da önündə gələn t samitini incələşdirir. Biz orada nit demirik. Nit. Daha incə tələffüz edirik. Nit yox. Nit. Хорошо? И bir söz də yazmaq istəyirəm. Deməli, вот, например, возьмем слово последний. Последний bu axırıncı deməkdir. Значит, bu sifətdir. Və mən öz tələbələrimi hələ nəzərdə tuturam. Çox vaxt onlardan soruşanda ki, bəs axırıncı na russkом как будет? Deyirlər ki, последний. Qalın tələffüz edirlər. Görürsüz, последний. N-nı qalın tələffüz edirlər. Elə bil ki, n-dan sonra i yox, i gəlir. Последний. Нет. Burada i, incə i saytı gəldiyi üçün n-nı incə tələffüz etmək lazımdır. Последний. Например, летний, зимний, весенний. Bunun üzərində məşq edin. Çalışın, çoxlu məşq edin və ən önəmlisi bu videonun altında mən sizə çoxlu sözlər yazacağım ki, siz oturub praktika edə biləsiniz. Все, ребята, əlifba ilə bağlı qaydalarımız bu qədər. Düzdür, başqa qaydalar da var. Onları bir sonraki videolarımda mütləq sizə izah edəcəm. Siz isə çalışın, kanalıma abunə olun və çoxlu şərh fikir bildirin ki, bu videom bir çox insanın qarşısına çıxsın və məndə motivasiya yaransın ki, mən daha çox sizin üçün videolar çəkim. Ümid edirəm ki, bu video hər birinizə faydalı oldu. Növbəti videolarımızda görüşənədək sağ olun.